Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Necəsiniz? Ümidvaram ki, hər biriniz yaxşısınız. Məni soruşsaz, mən yaxşıyam. Bugün həm bazara, həm marketa alış-verişə getmişdim. Bunu da vloqalında çəkib sizlərlə bölüşmək istədim. İlk öncə bazardan 2 ədəd gül aldım. Birini bu gülü aldım. Bunun qoxusu yoxdur, amma ki gözəlliyini görürsünüz də necə gözəldir. Bunu 5 manata, bu biri gülü isə 2 manata aldım. Bunun qoxusu isə çox gözəl qoxusu gəlir. Bunu artıq başqa qaba əkmişəm. Sizlər necə bəs? Gül sevirsiniz? Mən belə gözəl çiçək açan gülləri çox sevirəm. Həm də çox bəyənirəm. İstəyirəm ki, bütün ev gül olsun. Sonra marketdən belə bir kiloluq ərişdə aldım. Sonra 2 paçka belə makaron aldım. Sonra belə suşka aldım. Azərbaycan dilində bunun adını bilmirəm. Bunu da çox sevirəm. Bundan da bir paçka aldım. Daha sonra hil, bir də ki belə KFC qanadları bişirməyə belə bir ədviyyat aldım. Mayonez. Sonra bir qutu 325 qramlıq xama və bir qutu da yaşıl noxud aldım. Sonra bir qutu xurma və Babayevskinin belə bir şokoladını aldım. Fındıqlı olanını. Endirimdə 14 manat idi. Mən 5 manatlıq aldım. Və daha sonra belə bir şokolad aldım. Bunun da kilosu 12 manat idi. Və belə bir marmeladlı konfet aldım. Bunun kilosunu isə dəqiq bilmirəm. Səhv eləmirəmsə 8 manata filan idi bunun kilosu. Sonra belə bir Alyonka'nın şokoladını aldım. Kilosu 11 manat neçəsə qəpik idi. Daha sonra 4 ədəd belə roltonlar, 2 kilo yarım şəkər tozu və 1 kilo yarım qarabaşaq. Yenə 4 paçka saqqız, 1 qutu çay. Bir kilo belə İran istehsalı olan kərə yağı aldım. Şirniyyat bişirməyə. Kilosu 16 manat idi. Daha sonra pirajki falan qızartmağa bitki yağı, qazlı su və 2 kilo basmati düyüsü. Həm süfrə tozu, həm də xörək tozu. Sonra yarım kilo ankur pendiri, 1 kilo belə Hicazdan sasiska. Mən sasiska sevmirəm, evdə yeyirlər amma. Sonra toyuğun döşəti yarım kilodan çoxdur. Kilosu 8 manataydı. Sonra 1 kilo yarım toyuq qanadları. Daha sonra lavaş, vanil, qabartma tozu aldım. Bu dəfə çox az aldım. Çünki evdə keçən dəfə bayramda almışdım çoxlu. Var idi, yenə də bir-ikisini aldım. Daha sonra maya, 1 ədəd kiçik kələm aldım. 3 ədəd limon, 1 kilo yer kökü, 1 kilo qabığı təmizlənməmiş qoz aldım. Mən çalışıram hər zaman belə alım, özüm təmizləyirəm. Belə kilo ilə alanda bilmirsən ki, üzərinə nə vurublar, yuyanda üzərindən çoxlu kirli su çıxır. Ona görə mən həmişə qabıqlı alıram, özüm təmizləyirəm. Yarım kilo noxud və yarım kilo günə baxan tumları aldım. Günə baxan tumunu da mən hər zaman yuyuram, qoyuram. Günəş olduğu zaman çöldə quruyur, belə yağışla və ya qışda. Evdə qoyuram, hündür yerdə qoyuram, quruyur. Və daha sonra 1 kilo belə pomidor aldım və 1 kilo yarım yaşıl alma almışam. Sonra 4 kilo kartof, təzə soğan çıxmışdı və 4 kilo da təzə soğan aldım. Sonra
bir qutu belə göbələk və 1 kilodan çox banan aldım. Sonra pişiyimin tükləri töküləndə bundan təmizləyirəm və belə bir nam salfetka, sonra diş pastası və belə bir pingvin paket 2 paçka aldım. Bu mətbəx salfetkasıdır. Pişirmə kağızı. Sonra belə bir qab yuyan maye aldım. İlk dəfə aldım bundan. Görən necə olacaq. Üzərində qab yuyan süngəri də var. Məncə yaxşı olar. Mən bunun döşəmə silən suyundan almışdım. Onu bəyəndim. Yaxşı idi. İndi mayeni, qab yuyan maye görək necə olacaq. Sonra Alman markasının belə paltar yumşaldıcısını aldım. Keçən dəfə almışdım, bəyəndim. Bu dəfə də aldım. Həm də ki qiyməti də münasibdir. Sonra ABC-nin belə çamaşır suyunu net aldım. Sonra bir ədəd Head and Shoulders aldım. Və belə bir persol aldım. Dəsmalları falan qaynadanda lazım olur. Və daha sonra 2 ədəd belə bir sabun aldım. Sonra belə bir 30 metrlik streç film. Sonra 3-4 ədəd belə adnarazı bir dəfəlik işlətməyə belə bir qablar aldım. Ədədi 20 qəpik idi. Sonra döşəməni silməyə belə bir bez aldım. Bu da 2 manat 50 qəpik idi. Sonra belə bir bıçaq aldım. Bu da çox keyfiyyətli və gözəl bıçaqdır. Çox bəyəndim. 14 manat 90 qəpiyə aldım bunu. 3 kiloluq Ariel, sonra qab yumağı süngər və 20 ədəd adnaraz və əlcəklər. Masanın üzərinə klonka aldım və belə bir üzərində xalça falan yumağa çadır aldım. Əgər adını səhv deyirəmsə, sizlər yazarsınız. Düzgün adı nədir? Aldıqlarım bu qədər. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videomu bəyəndinizsə kanalıma abunə olub, videomu bəyənib şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Hələlik.